Yeni videodan hamınıza salam, hər vaxtınız xeyir. Bugünkü videomuzun adı tradingdə hesab növləridir. Əgər trade sıfırdan başlayırsa, sizin qulağınıza çatacaq terminlərdən biri də demo hesablar, fon hesabları, real hesablar və s.dir. Bunlar sizə biraz yad gələ bilər. Ona görə istədim ki, qısa bir videoda bunlarla bağlı çəkim. Videomuz çox uzun çəkməz. İndi inşallah yavaş-yavaş sizə izah edəcəm ki, tradingdəki hesab növləri necədir. Keçək videomuza. Deməli, tradingdə hesab növləri hələ ki bizə lazım olan qədər burada var ki, 3 yerə bölünür. Real hesablar, demo hesablar və fon hesabları. Keçək ilk öncə real hesaba. Real hesablar bizim real kapitalımızı yatırıb ticarət etdiyimiz hesablardır. Gəlin bu cümləni biraz açaq. Yəni bizim əsl pulumuzu həmin trade belə deyim, büdcəmizə, trade balansımıza yatırıb ticarət etdiyimiz hesablardır ki, hansı ki burada real itki və qazanc əldə edirik. Burada olan bütün proseslər, bu hesablarımızda olan bütün proseslər realdır. Qazancımızı çıxarda bilirik, itkimiz də artıq bizdən gedir. Belə. Yəni ki, real hesabı başqa cür izah eləməyə ehtiyac yoxdur. Adından da məlumdur. Digər hesab növümüz isə demo hesablardır. Demo hesablar real kapital olmayan, test məqsədi ilə istifadə olunan hesablardır. Hansı ki, trade təzə başlayanlar və yaxud müəyyən bir şeyi test eləmək istəyəndə real kapitalımızı riskə atmaq istəmirik. Çünki biz bazara həmin vaxt öyrənmək məqsədilə daxil oluruq. Ya yeni bir strategiya yoxlayırıq, ya trade-də təzə hələ təzə şey öyrənmək istəyirik. Ona görə də bizim köməyimizə burada demo hesablar çatır. Hansı ki, orada belə deyim, fake bir balans var. O balans heç bir şəkildə bizə aid deyil və yaxud heç yerə aid deyil. Sadəcə orada rəqəmlər var, belə deyim, yalançı bir hesabdır. Orada ticarət eləyib demo hesabla o strategiyamızı yoxlaya bilərik və yaxud təzə başlamışıqsa trade etməyə, belə deyim, əlimizi öyrəşdirə bilərik həmin o demo hesablar köməyi ilə. Digər hesab növümüz isə fon hesablarıdır. Fon hesabları müəyyən şirkətlər var ki, bizə ödənişli şəkildə challenge'lar, yəni müəyyən bir test müddəti olan hesablar verir. Biz bu hesaba daxil olub bu test müddətini keçməyə çalışırıq. Bu test müddətini keçdikdən sonra isə artıq o hesab real hesaba çevrilir və biz oradan qazanc əldə edə bilirik. Bu fon hesablarının məqsədi nədir? Niyə biz pul verib özümüzü testə salırıq? Bu çünki daha ucuz başa gəlir. Məsəl üçün biz nə bilim $600 yatırım eləyib ticarət eləməliyiksə, məsəl üçün bu qədər kapitalımız var. $50-100 təxmini olaraq hansısa bir fond şirkətindən hesab alıb həmin eyni büdcəyə uyğun, həmin $600 dəyərində, yəni fon hesabı alırıq və əgər biz zərər etsək, bizdən gedən sadəcə o fona verdiyimiz pul olur, $50-100 arası. Amma əgər fonu keçsək, həmin o test şirkətin bizə verdiyi o test hesabında olan müddəti keçsək, artıq bizim əlimizdə $50-100 aldığımız $600 dəyərində ticarət edə biləcəyimiz hesab olur. Biraz bu qarışıq gələ bilər sizə, amma indi yavaş-yavaş izah edəcəm, başa düşəcəksiniz. O test müddəti deyəndə nə başa düşülür? Bizə bir demo hesab verirlər və müəyyən bir bizə hədəf qoyurlar. Deyirlər ki, sən müəyyən şərtlər daxilində, müəyyən risk idarəsi daxilində bu hədəfi tamamlamalısan. Məsəl üçün 10 minlik hesab alırıq, 10 minlik fon hesabı, test hesabı alırıq. Buradakı pul təbii ki, demo olur ilk test müddətində və bizə deyir ki, sən bu hesabla gün ərzində $200 zərər eləyə bilərsən maksimum. Ümumi olaraq isə maksimum zərərin $600 ola bilər. Əgər bu şərtlərə əməl eləməsən, fon hesabı yanacaq. Yəni ki, artıq fon hesabının təzə fon almalı olacaq, testi keçməmiş olacaq, uğursuz olacaq. Əgər və bizə başqa bir şərt, yəni hədəf də qoyur ki, əgər sən bu 10 minlik hesabda $1000 profit eləsən, sən artıq bizim test müddətimizi keçmiş olacaqsan, sənə real hesab verəcəyik. Yenə də o 10 minlik hesabda maksimum $600 zərər eləyə biləcəyimiz
ticarətlər eləyəcəyik və artıq testi uğurla tamamladıqdan sonrakı mərhələdə etdiyimiz qazancların 80-90% bizim, yerdə qalanı isə fond şirkətinin olacaq. Ümid edirəm ki, başa düşdünüz. Yenə də sualınız olsa yorumlarda və yaxud Telegramda bizə yazıb soruşa bilərsiniz. Fon hesabları özü də bir neçə illərə bölünür. 1 etaplı, 2 etaplı, 3 etaplı və instant hesablar var. Bu etaplar nədir? Bəzi fonlar bir neçə etapdan olur. Yəni bir neçə test mərhələsindən keçirik. Əgər fon hesabı 2 etaplısa, birinci etapda bizə nə bilim $300 hədəf qoyur, ikinci etapda məsəl üçün $400 hədəf qoyur. Bu etapları keçdikdən sonra gəlib son mərhələyə çatırıq. 3 etaplar isə eyni şəkildə 3 etapda olur. Müəyyən hədəfləri 3 etap şəklində qoyurlar. Bir etaplar isə sadəcə bir etap olur ki, bir dəfəlik bizə həmin o hədəfi qoyur ki, məsəl üçün atıram $1000 bu hesabda profit eləməlisən və bunu uğurla tamamlasan artıq real hesaba, real fon hesabına keçmiş olacaqsan. Bunların öz şərtlərinə görə qiymətləri də fərqlənir. 1, 2, 3 etaplıların. Instant hesablar ən bahalı olanlardır. Çünki burada demək olar ki, bayaq sadaladığım şərtlərin demək olar heç biri yoxdur. Burada sadəcə bizə nə istəyir? Çox fonlar, fon şirkətləri şərt olaraq 5-7, nə bilim 1 həftə 10 gün arası belə uğurlu trade günü, yəni profit etdiyimiz, qazanclı olduğumuz trade günü tamamladıqdan sonra artıq biz həmin o qazandığımız pulu birbaşa çıxara bilərik. Yəni demək olar ki, digər fon hesabları kimi böyük bir test müddəti yoxdur. Sadəcə deyir ki, 7 gün qazanclı gün keçir və bu hər qazanclı günün qazancı balanslı olsun. Məsəl üçün bir gün $10 qazanıb, bir gün $100 qazansan, artıq bu risk dairəsinə uyğun gəlmir. Ona görə də bu kimi şeylərə diqqət edirlər. İndi daha dərinliyinə getmək istəmirəm, çünki böyük ehtimal bu videonun burasına kimi baxırsınızsa fon hesablarını bilmirdiniz. Burada öyrənirsiniz. Sizə biraz qarışıq gələ bilər. Yəni təkrarlasam odur ki, fon hesabları bizə şirkətlər tərəfindən pulla aldığımız bir test müddətidir. Test müddətini keçəndən sonra artıq biz real hesaba keçirik və artıq qazancımız bizə qalır. 80-90% bizim, 10% isə fon şirkətinin olur. Bizə burada sərf edən məqam isə sadəcə odur ki, biz $50-100 fon alıb o test müddətinə əgər keçə biliriksə, bizim əlimizdə $600, nə bilim $1000, baxır neçə minlik fon alırıq, hansı fon alırıq, dəyərində bir hesab olmuş olacaq. Belə, instantı da yəqin ki, başa düşdünüz. Test müddəti daha sadə olur, amma daha baha olur, çünki şərtləri daha sadədir. Belə. Video qısa olacaq demişdim, amma digər videolara nisbətən uzun oldu. Fon hesabları biraz danışdırdı bizi. İnşallah hər kəs başa düşüb. Nə sualınız olsa yorumlarda və yaxud Telegramda mənə yazarsınız. İnşallah cavablayacağam. Belə, bu videonun sonuna gəldik. Növbəti videoda görüşərik inşallah.